Qoç bürcü. Getdikcə daha ünsiyyətçil olursan və kənardan gələn fikirlərə daha açıq yanaşırsan. Həyatı daha nikbin baxırsan. Sadəcə özünü başqalarına qəbul etdirməyə çalışma. Musiqi ilə qısa fasilələr və ya şəxsi maraqlarına vaxt ayırmaq həm ruhən və həm də fiziki olaraq səni yeniləyəcək. Əhval-ruhiyyəsi. Bugün daha anlayışlısan və humor hissin güclənib. İnsanlarla əlaqə saxlamaq, səmimi söhbətlər etmək və ətrafına xoş enerji yaymaq üçün əlverişli gündür. Sevgi həyatı. Sevgi mövzusunda bir dəyərləndirmə vaxtıdır. Sən də əlindən gələni edirsən. Üstün və zəif tərəfləri ölçüb biçirsən. Müxtəlif ehtimalları nəzərdən keçirirsən. Üstəlik, bugün hər şey sənin xeyrinə gedir. Münasibətdə olanlar üçün. Münasibətinizdə enişlər və yoxuşlar olub. Bəzən aranızdakı fikir ayrılıqları gündəlik ritmi poza bilər. Amma ümumilikdə müsbət keçir. Nə qədər qəribə görünsə də, çıxış yolu tapmaq və ortaq qərara gəlmək sənin üçün daha asan olacaq. Subaylar üçün. Sevgini axtararkən müstəqil tərəfin sənə mane olur. Həmişə hər şey yalnız sənin istədiyin kimi getməyə bilər. Bəzən kiçik güzəştlər vacibdir. Bu səhər isə birinin dəstəyi sənə daha aydın baxmağa kömək edəcək. Pul axışı. Astral təsirlər müsbətdir. Uzun zamandır istədiyin bir şeyi almaq üçün uyğun zamandır. Bu dövr daha səmərəli olmağı təmin edir və köhnə bir məsələ ilə bağlı qazanc əldə etmək şansını artırır. İş həyatı. Ab-hava isinir. Ayın təsiri həyatının gedişatına enerji qatır. Hərəkət etmək istəyi güclənir və bu səni bəzi məhdudiyyətlərdən azad edə bilər. İntuisiyan çox güclüdür. Bu da sənə parlaq ideyalar və uğurlu təşəbbüslər qazandıra bilər. Asudə vaxtı. Böyük yorucu işləri sevməsən də, sakit şəkildə dincəlməyə imkan verən məşğuliyyətlər səni motivasiya edir. Gəzinti və ya velosiped sürmək yaxşı seçimdir. Gərginliyi atmaq üçün musiqi və daks da sənə çox kömək olacaq. Buğa bürcü. Həyatı heç bir sıxıntı hiss etmədən daha sərbəst yaşayırsan. Xırda detallara həddindən artıq önəm vermə. Daha dərindən nəfəs al. Bu, həyata keçirdiyin dəyişikliklər üçün lazım olan daxili sakitliyi tapmağına kömək edəcək. Əhval-ruhiyyəsi. Bəzən gecikmə yaxşıdır. Bu sənə əlindəki imkanları artırmaq və daha hazırlıqlı olmaq üçün vaxt verir. Yaxın zamanda bir fasilə görünür. Son 3 həftədə attığın addımlara yenidən baxmaq və nəticə çıxarmaq üçün yaxşı zamandır. Sevgi həyatı. Sevgi həyatını gücləndirmək şansın var. Amma bunun üçün bir şərt var. Münasibətlərini və hədəflərini gözdən keçirməlisən. Gündəlik həyatına birini daxil etmək istəyirsənsə, prioritetlərini daha aydın seçməlisən. Münasibətdə olanlar üçün. Bugün özünü qınamağa və ya hər şeyi xırdalığına qədər izah etməyə çalışma. Səhv axtarmaqdan uzaq dur. Nəyin işlədiyinə fokuslan. Biraz məsafədən baxsan, hər şey daha aydın görünəcək. Subaylar üçün. Göy səbi səni düşünməyə çağırır. Məqsədlərinə çatmaq üçün hansı yolu seçməli olduğunu və hansı səhvlərdən qaçmalı olduğunu dəyərləndir. Uğur üçün üstünlüklərin çoxdur. Sadəcə planlarına və uğurlarına başqalarını da cəlb etməyi unutma. Pul axışı. Bu dövr daha çox qənaətə uyğundur, riskə yox. Qeyri-adi investisiyalarla fərqlənməyə çalışma. Nəticələr gözləntilərini doğrultmaya bilər. Hələlik ən yaxşısı qaydalı və sabit şəkildə davam etməkdir. Sonra doğru vaxt gələndə növbəti addımı atarsan. İş həyatı. Görünüş daha aydınlaşır və dəyişikliklər özünü göstərir. Bu dəyişikliklər sənə özünü göstərmək və daha yaxşı mövqe qazanmaq üçün imkan yarada bilər. Əgər təlim və ya kurs təklif olunsa, tərəddüd etmədən qəbul et. Səhv edərəm qorxusu lazım deyil. Hətta yeni bir istiqamətə keçməyin də mümkündür. Asudə vaxtı. Bugün həm biznesini böyütmək, həm də diqqət çəkmək üçün ağlına maraqlı taktikalar və fərqli ideyalar gəlir. Sən həm zövq üçün, həm də nüfuz və tanınmaq üçün hərəkət edirsən və bu yanaşma səndə çox yaxşı alınır. Əkizlər bürcü. Ətrafında hökm sürən qaydalardan biraz uzaqlaşıb onları sorğulamağın lazım olacaq. Sənin sağlam və realist yanaşman yaxınlarına ciddi kömək edəcək.
Amma sərhəddi hər zaman yaxşı hiss etməyə bilərsən. Özünü də unutma. Əhval-ruhiyyəsi. Bugünkü enerji evdə rahatlığa, işdə isə sakitliyə çağırır. Faydalı şəkildə məşğul ol. Münasibətlərinə diqqət göstər. Tələsmə. Həyatın xırda zövqlərindən də dad al. Belə etsən, günün gözəl keçəcək. Sevgi həyatı. Əgər ehtiyac hiss edirsənsə, fikirlərini müdafiə etməyə davam et. Sevgidə güzəşt etməyi bacarmaq vacibdir. Sən bunu anlayırsan. Bəs qarşındakı insan da bunu qəbul edibmi? Biraz gözlə, görək necə olacaq. Münasibətdə olanlar üçün. Fikrini deməyin vaxtıdır. Partnyorun bunu səndən gözləyir. İndiyə qədər çəkinmisənsə, artıq özünü saxlamasan yaxşıdır. Partnyorun hər şeyi dinləməyə hazırdır. Aranızda bu artıq böyük bir irəliləyiş sayılır. Subaylar üçün. Subaylar üçün yaxın günlərdə tanışlıq ehtimalı yüksəkdir. Sənin kimi həssas və duyğulu biri ilə qarşılaşa bilərsən. Elə ilk andan aranızda etibar yaranması da mümkündür. Pul axışı. Ola bilər ki, xərcləri çoxaldıb hər şeyi dəqiq hesablamamısan. Həyat sənə bir dərs verir ki, anlayasan. Həyat təkcə düşünmədən alış-veriş edib zövq almaqdan ibarət deyil. Daha dərin məna var. İş həyatı. Qərarları yaxınlarının fikrini nəzərə almadan verirsən. Amma bilməlisən ki, tempin dəyişməsi ailə vərdişlərinə mənfi təsir göstərə bilər. Qərar verməzdən əvvəl 2 dəfə düşün. Asudə vaxtı. İşində daha çox irəliləmək üçün vaxtın artması istəyirsən. Amma yaxınların buna elə də müsbət baxmırlar. Onlar səni əvvəlki kimi görmək istəyirlər. Daha çox ailəyə vaxt ayırdığın dövrləri xatırlayıb darıxırlar. Bu da səni çox əsəbləşdirir. Xərçəng bürcü. Sən indi daha yaxşı ayırd edə bilirsən. Hansı insanlar və situasiyalar sənə maraqlıdır, hansıları isə sənə aid deyil. Bir istiqamət seç və müəyyən insanlarla olan bağlarını daha da gücləndirməyə çalış. Əhval-ruhiyyəsi. Bugünkü ab-hava səliqə yaratmağa köklənib. Yığışdırmaq, düzənləmək, çeşidləmək, təmizləmək üçün ideal gündür. Həm də məlumatları yoxlamaq üçün yaxşı vaxtdır. Düşüncə aydındır, diqqət iti olur. İntuisiyana güvən və ətrafını səliqəyə sal. Sevgi həyatı. Romantik gözləntilərinin istədiyin kimi alınmasını istəyirsənsə, heç kimi sıxma. Təzyiqi azaltsan, günün sonunda sevdiklərinlə daha rahat və harmoniyada olacaqsan. Onları sakitləşdirmiş olacaqsan. Münasibətdə olanlar üçün. Bugünün astral enerjisi hisslərini deməyə, söhbətə açılmağa və münasibətdə yarana biləcək problemləri yoluna qoymağa kömək edir. Yumşaqlıq, nəzakət və anlayış məyusluqları yüngülləşdirir. Ona görə də özünü ifadə etməkdən çəkinmə. Subaylar üçün. Biraz artıq işə, dostlara, ailəyə qarışmısan. Yəni, tam mənada boş deyilsən və bunu qarşı tərəf də hiss edir. Səninlə maraqlanan insanlar da sənin hazır olmadığını sezə bilər. Əvvəl yarımçıq qalan işlərini toparla, gecikən mövzuları bağla, sonra yeni tanışlıqlara daha rahat girərsən. Maliyyə sahən. Maliyyə sahəndəki hərəkətlilik sənin xeyrinədir. Davam et, səbirli ol. Üstəlik, danışıq və razılaşdırma mövzuları sənə çox yaraşır. Sən incəliklə izah etməyi, lazım olan yerdə isə öz xeyrinə dəqiq qərar verməyi yaxşı bacarırsan. İş həyatı. Hazırda iş və sağlamlıq əsas diqqətindədir. İşinin sənə nə qədər özünü reallaşdırmaq imkanı verdiyini görürsən. Üstəlik, gündəlik həyatına və sağlamlığına birbaşa təsir etdiyini də anlayırsan. Ona görə də rutinin mümkün qədər yaxşı şəkildə təşkil etmək sənə çox fayda verəcək. Asudə vaxtı. Yeni bir sahəyə qarşı içində xüsusi maraq oyana bilər. Səni təəccübləndirən odur ki, bu fərqli məşğuliyyət sənə tamam başqa düşünmə tərzi qazandırır. Daha ayıq və yaradıcı olursan. Bu da səni həm dinamik, həm də formada saxlayır. Şir bürcü. Bugün sosial baxımdan doğru yerdə, doğru zamanda olmağı bacaracaqsan.
müsbət tanışlıqlar üçün şans çox yüksəkdir. Bu görüşlər sonradan möhkəm dostluğa və ya uzunmüddətli əməkdaşlığa çevrilə bilər. Əhval-ruhiyyəsi. Yaxınların səni çox yükləməsinə imkan vermə və fikrini açıq de. Bu onsuz da vacibdir. Qarşıda xeyli iş ola bilər və biraz sıxıldığını hiss edəcəksən. Ona görə işlərini prioritetləşdir, amma tam da buraxıb getmə. Sevgi həyatı. Hava sakit və rahatdır. Əsas mövzulara fokuslansan, çox şey qazana bilərsən. Xırda narahatlıqlarla diqqətini dağıtma. Nə qədər ciddi və məqsədli olsan, günün sonunda bir o qədər razı qalacaqsan. Münasibətdə olanlar üçün. Bugün daha çox sakitlik, qayğı və yaxınlıq günüdür. Evin rahatlığında layihələrinizi planlamaq və özünüzü yaxşı hiss etmək ön plandadır. Ehtiraşdan çox nəvaziş var. Bu, duyğusal həyatına sonradan daha gözəl rənglər qatacaq bir romantik fasilə kimidir. Sübaylar üçün. Yaxşı təşkil olunsan, bugün yeni tanışlıqlar üçün çox uyğundur. Yanaşmanda ölçülü ol. Həddindən artıq gözə girməyə çalışma. Şişirdilmiş davranışlar potensial partnyorları uzaqlaşdıra bilər. Sakit və təbii qalsan, şansın daha çoxdur. Pul axışı. Son vaxtlar biraz gənərdə qalan maliyyə və sənəd işlərini qaydaya salmaq üçün ideal gündür. Razılaşmanı yekunlaşdıra bilərsən. Müqavilə imzalaya bilərsən. Vəziyyətini toparlayıb, maddi güvənini və iş sabitliyini daha da möhkəmləndirə bilərsən. İş həyatı. Həmkarların köməyə ehtiyac duyur və sən də dəstək olursan. Komanda işi aranızdakı bağları gücləndirə bilər. Müştəri ilə işləyirsənsə, üstünlüyün böyükdür. Ünsiyyətçiliyin işini xeyli asanlaşdırır. Asudə vaxtı. Sonda partnyorunla ortaq yol tapacaqsınız. Birlikdə rahat bir istirahət üçün 1-2 həftə planlaşdıracaqsınız. Eyni zamanda sevdiyin hobbində irəliləməyə də vaxtın qalacaq. Bu sənə həm rahatlıq, həm də daxili doyum verəcək. Qız bürcü. Bugün səni narahat edən bir mövzunu birbaşa üzləşməklə həll edəcəksən. Bəzi insanları susturacaqsan, özünə və dediklərinə tam inanacaqsan. Üstəlik bunu gülümsəyərək edəcəksən və oyunu sən qazanacaqsan. Əhval-ruhiyyəsi. Artıq qollarını çırmalayıb işə girişməyin lazım olduğunu anlayırsan və işin də həqiqətən effekt verir. Sadəcə sakitliyini qoru ki, günahkar olmadığın vəziyyətlərin içinə çəkilməyəsən. Sevgi həyatı. Duyğusal həyatını sanki qayğıkeş bir usta kimi qurursan. Sevginin binasına daş-daş üstünə qoyursan. Eyni zamanda ümidverici gələcək barədə düşünürsən və planlar qurursan. Münasibətdə olanlar üçün. İkinizdə də güclü enerji var və biraz yenilənmək istəyi hiss olunur. Partnyorun səni evdən çıxarıb bir sıra görüşlərə və tədbirlərə aparmaq istəyir. Birlikdə özünüzü çox rahat hiss edirsiniz. Gözəl hisslərə olan bu ehtiyac rutinin sömüklüyünü arxa plana atır. Subaylar üçün. Sanki sənin üçün işləyən bir üsul tapmısan və bu səni daha məmnun edir, daha az tənha hiss etdirir. Hər şeyi çox düşünməmək. Bu yanaşma səni çölə çıxarır, insanlarla tanış edir, yeni məkanlar kəşf edirsən, telefonda yeni nömrələr artır, üfüqdə güclü emosiyalar görünür və yeni bir münasibətin təməli qoyula bilər. Pul axışı. Bugün maliyyə əlaqələrin xoş keçəcək. Dəqiqliyin və ciddi yanaşman maddi uğura aparır. Xüsusilə daşınmaz əmlakla bağlı mövzularda şansın güclüdür. Narahatlıqlarının əslində yersiz olduğunu görəcəksən. Bugün toxunduğun işlərdə uğur qazanmaq ehtimalın yüksəkdir. İş həyatı. Bu həftə zəhmətinin bəhrəsini toplamaq və alqış qazanmaq üçün əla fürsətdir. Özünü çox yüksək motivasiyada hiss edirsən. Çünki anlayırsan ki, indi böyük ümidlər üçün qapılar açıqdır. Asudə vaxtı.
Boş vaxtında sənə yaxşı gələn məşğuliyyətlərə yönəlirsən. Məsələn, kitab oxumaq, musiqiyə qulaq asmaq, rəsm çəkmək, bağla məşğul olmaq və ya təmiz havada gəzinti. Bir də internetdə dolaşıb yeni yemək reseptləri tapmaq sənin üçün ayrıcı zövqdür. Tərəzi bürcü. Problem daha çox ünsiyyətdə yarana bilər. Hadisələrə öz baxışını zorla qəbul etdirmə, daha diplomatik ol. Həm də içindəki həvəs səni həyatın zövqlərindən pay almağa çağırır. Çəkinmə, buna ehtiyacın var. Əhval-ruhiyyəsi. Sən sakit bir gücsən. Bugün öhdəliklərdənsə rahatlığı seçmək istəyəcəksən. Beyninə biraz azadlıq verirsən. Elə günlər olur. Başqaları nə düşünür düşünsün, sən həyatı daha işıqlı tərəfdən görürsən. Sevgi həyatı. Yaxınlarınla münasibətdə biraz daha elastik olmağın lazım gələ bilər. Kənarları yumşaldmaq sənə də xeyir verəcək. Bəzən həm özündən, həm də ətrafındakılardan çox şey gözləyirsən. Biraz boş ver, yüngülləş. Münasibətdə olanlar üçün. Partnyorunla bağlı səy göstərirsən. Onun mürəkkəb xarakteri bəzən çətin olsa da, sən onu sevirsən. Başa düşmüsən ki, qarşı durmaq çox kömək etməyəcək. Səmimi ol və hisslərini açıq şəkildə paylaş. Subaylar üçün. Biraz daha isti davrananda hər şey tam dəyişir. Kimsə səni egoist sayırsa, səbəbi davranış tərzindir. Böyük ürəyini göstər, onların yanıldığını sübut et. Bu, həqiqətən işə yarayacaq. Pul axışı. Pul məsələsində imkanların artır. Hədəfi böyük tuta bilərsən. Nəyə başlasan alınmaq ehtimalı yüksəkdir. Sadəcə həddindən artıq tələsmə. Sakit, nəzarətli irəlilə. Böyük qazanc istəyi ola bilər, amma ehtiyatı əldən vermə. İş həyatı. Başında çoxlu ideya var və sən möhtəşəm layihələr qurmağa hazırsan. Yaradıcılıq, sənət və kreativ mövzular diqqətini çəkir. Yolunda çox maneə görünmür. Asudə vaxtı. Özünü çox yaxşı formada hiss edirsən və enerjin daşır. Bu enerji həm bərpa olmağına, həm də ətrafa pozitiv həvəs yaymağına kömək edəcək. İndi idman üçün yaxşı zamandır. Sağlamlıq və həyat tərzi ilə bağlı düzgün qərarlar vermək üçün də əlverişli gündür. Əqrəb bürcü. Bir neçə gün əvvəl atdığın addımların müsbət nəticələrini bugün görəcəksən. Maneələrin öhdəsindən gələ biləcəyini hiss edirsən. Əhvalın yüksəkdir və real şəkildə məhsuldar olacaqsan. Əhval-ruhiyyəsi. Praktik bir problemi həll edirsən. İstədiyin kimi hərəkət etməkdə özünü daha sərbəst hiss edirsən və bunu effektiv edirsən. Daha diqqətlisən, münasibətlərdə daha seçicisən. İntuisiyan səni aldatmır. Sevgi həyatı. Kiçik bir iş çıxması və ya gözlənilməz bir hadisə planlarını azca poza bilər. Bu səni yolundan döndərməyəcək. Sadəcə vaxtında fikir verməsən, xırda narahatlıq böyüyə bilər. Münasibətdə olanlar üçün. Xırdalıqlara çox ilişməyə meyillisən və bu partnyorunun gözündə yaxşı görünmür. Biraz nəvaziş, daha yaxşısı biraz da səxavət göstərsən, ab-hava dərhal yumşalacaq və isinəcək. Subaylar üçün. Hal-hazırda sevgi mövzusu sənin üçün biraz çətin görünə bilər. Tanışlıqlarda seçici olmağın vacibdir. Ən önəmlisi isə düşün. Sən duyğusal həyatında əslində nə istəyirsən? Bunu aydınlaşdırsan, vəziyyət daha uzun müddətli şəkildə yaxşılaşacaq. Pul axışı. Ailə içində söhbətlərin mərkəzində pul mövzusu ola bilər. Amma buradan inciklik çıxmayacaq. Əksinə, birlikdə çatışmayan həlli yollarını tapacaqsınız. Hər şey yaxşı olacaq. İş həyatı. Bugün daha məmnun edən münasibətlər yenidən canlanır. İş şəraiti yaxşılaşır, yaradıcılığın artır, insanlara təsir etmə gücün yüksəkdir. Dostluqların da sənə yaxşı təsir edir və səni zənginləşdirir. Bununla yanaşı, müstəqilliyini də qoruyursan. Asudə vaxtı. Az olan enerjini boş yerə xərcləmə. Özünü bərpa etmək və rahatlamaq üçün mütləq vaxt saxla. Meşədə gəzinti yaxşı seçimdir. İstəsən tai chi və ya yoga dərsinə yazıl. Amma sərt, aqressiv idmanlardan və rəqabətlərdən uzaq dur. Ox atan bürcü.
Bugün səndə yaxınlıq və səmimiyyət ehtiyacı daha güclü olacaq. Bu da insanlarda sənə qarşı təbii simpatiya yaradır. Zehni olaraq daha yaxşı vəziyyətdəsən, amma bədənin istirahət istəyir. Ona bu payı vermək yaxşı olar. Əhval-ruhiyyəsi. Xırda detallar gözündə böyüyə bilər. Çox kiçik şeylər belə əsəblərini gərginləşdirə bilər. Bu gərginliyi azaltmaq üçün əllərini və fikrini məşğul saxla. Nəsə yığışdırmaq, xırda iş görmək, yazmaq, düzənləmək kimi. Sevgi həyatı. Məqsədlərinə çatmaq və imkanlarından tam istifadə etmək üçün planlı ol. Qrafikini elə qur ki, həm ehtiyacların, həm istəklərin nəzərə alınsın. Üstəlik, qərar verəndə partnyorunun istəyini də hesabla. Həll yolu ikinizin rahat olacağı formada olacaq. Pul axışı. Ulduzlar maliyyə tərəfdə səni düzgün istiqamətə yönəldir. Etibarlı zəmanətlər alırsan. Əgər kredit və ya borc müraciəti varsa, qəbul olunma ehtimalı yüksəkdir. Arxa dayağın güclənir. Maliyyə baxımından qurucu bir mərhələ gəlir və bu gələcəyə daha inamla baxmağına səbəb olur. İş həyatı. Səndən gözlənənlə sənin istədiklərin üst-üstə düşməyəndə özünü ifadə etməkdə çətinlik çəkirsən, amma yavaş-yavaş planların formalaşır. Onları həyata keçirmək üçün həvəsin var. Sadəcə hələlik hər şeyi açıb deməyə tələsmə, biraz gözləmək lazım olacaq. Asudə vaxtı. Planşetindən ayrılmaq çətin olur. Sanki həyatında çatışmayan bəzi şeyləri orada tapırsan. Partnyorun bu vərdişinə qarışır və səni o qapanmış rahatlıq halından çıxarmağa çalışır. Bəzən bir xoş jest sənin gülüşünü geri qaytarmaq üçün yetərlidir. Bir tamaşa və ya əyləncəli bir şou sosial ruhunu yenidən oyada bilər. Özünü çox yaxşı hiss etmədiyin anlardan sonra sanki yenidən dirçəlirsən. Oğlaq bürcü. Tezliklə bəzi məsələləri yoluna qoymaq və gecikdirmədən seçimlər etmək lazımdır. Sən hazırsan, amma eyni zamanda mütləq istirahətə və biraz tək qalmağa ehtiyacın var ki, düşüncələrini toparlayasan və vəziyyəti dəyərləndirəsən. Əhval-ruhiyyə. Reallıq hissinə arxalana bilərsən. Bu səni mümkün xırda tələlərdən qoruyacaq və birbaşa məqsədlərini aparacaq. Öhdəliklərini həm qərarlılıqla, həm də zövqlə yerinə yetirirsən. Günün enerjisi istədiklərini əldə etmək üçün açıq şəkildə əlverişlidir. Sevgi həyatı. Münasibətlərində hava açıq və aydındır. Cütlüyündə gözəl bir tarazlıq burmağı bacarırsan və ya onu qoruyursan. Güzəşt, nəvaziş, yaxınlıq, mehribanlıq bir araya gəlir. Bu sənə çox xoş və dəyərli anlar vəd edir. Pul axışı. İşgüzar əlaqələr üçün yaxşı gündür. Dəqiqliyin və ciddi yanaşman sənə uğur gətirəcək. Bugün sevindirici nəticələr görünür. Maliyyə baxımından uğur yaxınlaşır. Külək arxandadır. Tərəddüd etmədən irəli get. İş həyatı. Göy üzü təşəbbüslərini dəstəkləyir. Həvəsini və məqsədinə çatmaq əzmini gücləndirir. Sənə aid olduğunu düşündüyün şeyi, yəni öz xoşbəxtliyini əldə etmək üçün fürsət yaranır. Ambisiyalar diqqət mərkəzinə düşür və irəliləmək üçün yol açılır. Asudə vaxtı. Ən rahat dincəldiyin yer öz evinin içidir. Sevdiyin məşğuliyyətlər burada daha çox zövq verir. Əl işi, ev bəzəyi, köhnə əşyaları yeniləmək, rəsm çəkmək, kitab oxumaq, musiqi aləti çalmaq, stol üstü oyunlar sənə həm rahatlıq, həm də təbəssüm gətirəcək. Dolça bürcü. Hesab kitabını qaydaya sal. Bitirəndən sonra özünü xeyli yüngül və rahat hiss edəcəksən. Forman geri qayıdır. Enerjin yarımçıq qalan işləri tamamlamağa çatacaq və sonra həqiqətən dincələ biləcəksən. Əhval-ruhiyyəsi. Əhvalın zirvədədir. Layihələrinə daha böyük nəfəs verməyə hazırsan. Bugün hərəkətə keçmək üçün çox uyğundur. Təşəbbüs göstər, yeni əlaqələr qur, qapılar döy, özünü göstər, nəyə qadir olduğunu ortaya qoy. Sevgi həyatı. Sən bugün kölgədə qalmaq niyyətində deyilsən. Diqqət çəkmək üçün əlindən gələni edirsən. Heç nə sənə mümkünsüz görünmür. Parlaq xarizman səni bəyənənlərin diqqətini çəkəcək və onları sənin tərəfinə çəkə bilər. Pul axışı.
Çoxları sənin maddi uğurunun sirrini bilmək istərdi. Çünki sən asan qazanc gətirən fürsətləri tapmaqda doğrudan da bacarıqlısan. Hətta elə ola bilər ki, sənə uzun müddətli və gəlirli bir əməkdaşlıq təklif olunsun. Bu da sənin daha da irəli getməyinə kömək edəcək. İş həyatı. Xoş xəbər var. İş çevrən sənə yeni imkanları göstərməyə yardım edəcək. Dəstək və birlik hissi fəaliyyətinə qoşulur və sən də inkişaf edirsən. Harmoniya və həvəs var. Bugün ideallarına doğru qorxmadan irəliləyirsən. Asudə vaxtı. Özünə söz vermisən ki, səbəbin nə olur olsun, ruhdan düşməyəcəksən. Ona görə də bazarlara kiçik bir gəzintiyə çıxırsan. Axtardığın bəzi şeyləri tapıb ov edəcəksən. Ən yaxın dostunla maraqlı gəzmə planları da quracaqsan. Üstəlik, xoşuna gələn tərəfi odur ki, ailən də bu gəzintilərinə qoşulur. Balıqlar bürcü. Bugünə rahat və niqbin bir əhvalla girirsən. Ətrafındakı insanlar buna görə sənə minnətdar qalacaq. İçində yığılan gərginliyi boşaltmağın lazımdır. Ən yaxşısı yaradıcı və ya bədii bir məşğuliyyətlə vaxt ayırmaqdır. Əhval-ruhiyyəsi. Əgər özünü gərgin və stresli hiss edirsənsə, bir neçə gün qısa uzaqlaşmaq sənə yaxşı gələ bilər. Sonra daha sakit qayıdarsan. Enerjin çox olacaq. Əsas məsələ bu enerjini düzgün yönləndirməkdir. Yoxsa həmin enerji əsəb və narahatlıq kimi geri dönə bilər. Sevgi həyatı. Yeni hisslər yaşaya bilərsən və bu xoş bir proqram kimidir. Sevgi həyatı sənə məmnunluq gətirir. Niyə özünə inamın olmasın? Kimsə səni tərifləyirsə, bu sadəcə boş söz deyil. Münasibətdə olanlar üçün. Partnyorun səndən daha çox motivasiya və həvəs görmək istəyir ola bilər. Bu ehtimalı nəzərə al. Biraz daha anlayışlı olsan, hər şey yoluna düşəcək. Aranızda işlərin yaxşı getməməsi üçün səbəb yoxdur. Subaylar üçün. Bəzən lazım olmayan yerdə çox dirəniş göstərirsən. Fikrinin olması normaldır, amma bəzi şeylərə biraz geniş bax. Kimsə səni cəlb edir. Niyə özünü geri çəkirsən? Özünə bir şans ver. Sonra istəsən qərarını verərsən. Pul axışı. Bugün büdcənin balansına diqqətlə baxmalısan. Hadisələrə daha çox qısa müddətli narahatlıqlar prizmasından yanaşa bilərsən. Ətrafında maliyyə ilə bağlı zidd prioritetlər var və onları uzlaşdırmaq lazım gələcək. Sakit qal, tələsik reaksiya vermə. İş həyatı. İşdə biraz daha ciddi fokuslansan, hər şey dərhal yaxşılaşa bilər. Amma sən müəyyən səbəblərə görə ipi biraz boş buraxmısan. Vəziyyətini sakit düşünmək üçün imkan varsa, bir neçə gün istirahət götür. Asudə vaxtı. Hadisələrdən bir addım geri çəkil və özünə mütləq fasilələr ver. Özünü çox yaxşı hiss edirsən və şərait də sənə dəstək olur. Amma bu ehtiyatsız davranıb hər şeyi korlamaq üçün səbəb deyil. Dəqiq və ölçülü git. Daha rahat olacaqsan.